Hər vaxtınız xeyirli olsun değerli izleyicilerim. Kanalıma hoş gelmişsiniz. Bugün yayın en tatlı yemeği olan pomidor badımcan biber dolması pişirdim. Badımcanı kızartmadan biraz farklı usulda oldu. Yani badımcanı kızartmadım. Vaxtı uzatmadan keçirəm hazırlanma qaydasına. Əvvəlcə mal ətini et maşını xırda gözündən keçirdib koydum tavada pişməyə. Su əlavə eləmədim çünkü et öz suyunu bırakır. Video çok uzun olmasın diye kısa şekilde çekmişəm. Deməli qapağını koymuştum. Öz suyunda et pişti. İndi isə xırda doğradığım soğanları əlavə elədim. Bir də ki tuzun, istiyotun, sarı kök, bir də kırmızı toz biber əlavə edib yaxşı-yaxşı qatışdırdım. Və yenə tavanın qapağını koydum ki soğanla birgə et pişsin. Et pişti, hazırdır. Yağa düşüb, çox qoğurmuram ki quru olmasın. Eti koydum kənara soğusun. İndi də tərvəzləri hazırlayıram. Saplaq hissəsini kəsdiyim badımcanları yumuşam. 4 tərəfindən qabığını nazik şəkildə kəsdim, soydum. Və bir tərəfindən, orta tərəfindən deməli kəsdim badımcanı ki əti yerləşdirməyə. Bulgar biberlərini də saplaq tərəfindən kəsirəm, qapaq kimi və ortasındakı tumu təmizləyirəm. Həmçinin pomidorları saplaq tərəfindən kəsdim və ortasını təmizlədim. Siz istəsəz saplaq tərəfdən yox, baş tərəfdən də kəsə bilərsiniz pomidorları. Ortasını təmizlədim pomidorlarında. Əziz izləyicilərim, indi deməli duzluyuram. Bu badımcanlar indi bu vaxtı acı olmur. Sadəcə duzu vururam ki badımcanlar canına duz çəksin. Deməli, burada da ətə mən qaynanmış düyü əlavə elədim. Girdə düyünü suda qaynatdım. Və əlavə elədim ətə. Bunu onun üçündür ki, ət gilələnməsin. Qara reyhanını da biraz xırda-xırda doğradım, əlavə elədim ətə. İndi isə pomidorla biberləri duzlayıram. Əvvəlcə badımcanları sıxıb, badımcanların içini ətinə doldurdum. Biberləri də için ətinə doldururam. Sonra da pomidorların için ətinə dolduracağım. Əziz izləyicilərim, bu pomidor badımcan biber dolmasını Naxçıvan bölgesinde biraz farklı usulla da hazırlayırlar. Xırda doğranmış tikə ətinə, noxudla.
O da çox ləzzətli olur. İnşallah bir dəfə də elə pişirib sizinlə paylaşaram. Belə hamısını ərzaqların üçün deməli tərəvəzlərin için etlə doldurdum və pomidorun için təmizləmişdim. Tumlarını çıxardıb suyunu əlavə elədim tavaya. Biraz da su əlavə elədim. Çünki badımcanlar çiğ olduğu için yaxşı bişsin. Kərə yağı əlavə elədim, biraz da duru yağ. Və qoydum pişməyə. Qaynara düşəndən sonra tavanın altın qazın xodunu azaltdım. Vam xodda bişirdim. Yemeğimiz hazırdır. Yağa düşüb. Badımcanlar da yumuşaq olub əziz izləyicilərim. İnşallah bişirərsiniz və ümid edirəm ki bəyənərsiniz. Bəyən düyməsini basıb abunə olmağı unutmayın. Fikirlərinizi şərh bölməsində gözləyirəm. Sağ olun, sağlıqla qalın.